Salam əziz Cəllabatlılar, Cəllabadın Ərəxan Rəhimov küçəsində 430-un üzərinə tikilmiş 100 kvadrat, 3 otaqlı həyət evi satılır. 2 yataqdır, 1 qonaq otağıdır. Birinci növbədə həyətimizi izləri təqdim edir. Evin də remontu yaxşıdır. Evin yan hissəsində təqdim edək. Ev içəridən tam remontludur. Bir dənə həyətində kafir və navis işləri qalıb. Evin içində kosmetika işləri görülüb, həyətində görülüb və keçid edək sanitar qovşağı və hamama. Evin yan hissəsindədir sanitar qovşağı, hamam. Evin daxilində yataq otağında duş kabinəsi də var. Qıraqlar ağla ilə yığılıb və sanitar qovşağı, hamam tam remontludur. Sanitar qovşağı, hamam tam remontludur. Ayrı-ayrıdır, aktellidir. Və keçid edək evin daxili ilə yaxından tanış olaq. Nəzərdə çatdıraq ki, evin çöl remontu tamdır. Su kanallarına kimi hamısı qoyulub və evin üstü də yeni müasir şifrlərdəndir, köhnələrdən deyil. Və nəzərdə çatdırım, həyəti bir tökülüb, düzəldib, metlaqları hazırdır və burada nümunə kimi bax, xırda düzmüşəm. Metlaqları belə olacaq. Hal-hazırda biz aldığımız metlaq odur. Birbaşa pilləkənlərin pillələri çıxaraq və salona daxil olduq qonaq otağına. Qonaq otağında studiya mətbəx kimidir. Qonaq otağının mətbəx mebeli yerləşib. Soyuducudur var və evdə nə əşya görürsünüz, hamısı var. Əşyanı göstərir, soyuducu və qab yığılma üçün şkaf. Bura yataq otağıdır. Spalnili və duş kabinəsi, sensorli, masajı, universaldır. Hər bir şey var. Taxtı, tumuçkaları, paltar yığması, şifaneli və termosu yenilərdəndir, köhnələrdən deyil. Deyərsiniz ki, nə əşyadır verirsən evin üstündə, o da yeni əşyalar. Bura isə əlavə bir otağıdır. Burada da mebeli göstərə bilərəm. Divan kreslosu, görürsünüz. Yenilərdəndir, yüngülvarə gezmədir. Ustulu, divan, kreslo, yataq otağı dəstək qaydasındadır. 4 sot ərazisidir, 100 kvadratdır, 3 otaqdır, 2 yataq, 1 qonaq. Evin tikilişi çərçivədəndir, pitdəndir, amma artmandan belə deyim, remont olunub. Evdə çaş-tapaqlar olan bilməz. Evin remontu tam remontludur, yeni remontludur və həyətində sanitar qovşağı, hamam tam remontludur. Evin içində yataq otağının duş kabinəsi, sanitar qovşağı, hamam bir daha yaşayan həyətdədir. Evin içində duş kabinələri, ikisi də var həyətdə, biri isə yuxarıdadır. Həyətində dediyim kimi kafirləri alınıb, metlaqları alınıb, işləmək lazımdır. Kommunal qazı, işığı, suyu hökmət suyudur, quyusu yoxdur. Qiyməti 48.000 manat deyilir, razılaşma olurduq. Kim istəyərsə 050 629 67 57 nömrəsinə əlbəttə sanırsın. Videoları kaydını paylaşın, bizə dəstək olun.